Qarabağdan Braziliyanın Flamengo klubuna keçən Juninho yenidən iş yerini dəyişəcək. Pressing-az xəbər verir ki, bu haqda Globo nəşri məlumat yayıb. Bildirilir ki, Rio təmsilçisi bu transferlə bağlı Meksikanın Pumas klubu ilə razılığa yaxındır. Müqavilənin məbləği 5 milyon avro təşkil edir. Bu, Flamengonun ilin əvvəlində futbolçunu Azərbaycanın Qarabağ klubundan transfer edərkən ödədiyi məbləğlə eynidir. Məlumata görə razılaşma demək olar ki, yekunlaşıb. Lakin hələlik Flamengo rəhbərliyinin son təsdiqi gözləndir. Flamengo rəsmi təklifi şənbə günü səhər saatlarında alıb. Juninhoya başqa təkliflər də olub. Lakin Pumasın variantı Flamengonu daha çox qane edib və klub bu keçidə müsbət yanaşıb. Onu da qeyd edək ki, bu yaxınlarda Juninhonun yenidən Qarabağda çıxış edəcəyi ilə bağlı xəbərlər yayılmışdı.